uşaqlar bu gün gərək televizorda nə baş verir, efirdə nə baş verir. Bu gün ancaq televizorda baş verən, efirdə baş verən videolara baxacağıq, mimlərə baxacağıq, görək nə tip şeylər var. Bu fikri Ayxandan almışam. Ayxana da buradan çox təşəkkürlər. Ayxanın da kanalın açıqlamalar qismində görə bilərsiniz. Və başlayaq. Əgər bu tip videoları bəyənsəniz davamını təşəkkür edərik. Getdik. Yolda qohumlarla rastlaşaram. Peşman olasan salam verəcək. Zır başlayacaq ağlamağa. Bütün bədliklərini, negativini tökəcəksən üstümə. Nə olub? Nə olub? Egoist insan. Qohumların görəndə yolunda yaşayanlar bu videonu bəyənsin. Dostumun maksimum zarafatı. Bu da şirinlik olmalıdır. Bu xanım şirindir. Şirindir. Çox şirindir. Bəyəfəndi turşdur. Yox, çox şirindir, çox şirindir. Çox sağ ol, Hər ikisi minnətdarım. Yox, acı da. Ehtiyatlı olan Elza Seçcan. Ne güzel yarattı səni. Məhəbbət xəstəsi elədin məni. Özün öz əlindən götür qələmi. Qeyd elə sevirəm səni. Bir sarı yarpaq. Hacı Ələmdar Mahir. Bir qədər nə olar? Bir dəqiqə nə olar? Bir şey mənim hansını oxusun da. Bunlar nəyin beyni yaşlılar yəni. Bu nə qarırlar burada? Mən utanıram sonra belə çıxıb belə bir şey eləsəm orada. Atama sasım tökülür, həkimə gedəcəm deyərəm. Saçın Saçımı əl uzandırıb bizim tökülür. əlinə dartanda tökülür belə. İndi əlini atarsan baxsın. Çıxmır axı. O qədər eləmişəm ondan görə. Yavru oldu. O qızım çıxmır axı işinə. Ay deyir o qədər tökülmüş şey tökülmür də. Yox mən də. Ada elə dartanda mənim də tüküm çıxardı. Nə bunu belə dartdı, zorla dartdın qopartdı. Biz tökülənə oxşamırıq bayaq gürdü səsi. Amma o da bilər nə deyək yəni. Ölçəyə tema qurtarmır. Kim var? 37, 35 belə deyək də. 4 dənə yaş saydı. 37, 80, 35, 152 deyək. Allah ömrü versin deyə. Burada kişilər necə davranmaq lazım olduğunu öyrədən video. Sən elə qaşıyaram ki, başa düşdün? Sən deyəsən yaxşı məni tanımırsan. Nigar Tərbiyəsiz. Mən də sən qalxan zirvəyə enməyəcəm heç Hə, nə zirvədən qalxsa zirvə sözün nə olduğunu sən heç bilmirsən. Mənası məntiqsiz video sən çox boş-boşuna danışma. Siz evlənirsiniz, pişik alırsınız bəyəm. Film qədər yox deyirsiniz bu kişi. Bəli, xeyr. Niyə? Çünki o kişi mənə söylədi ki, övladları deyir ki, elə belə gəlsin, qalsın. Ah, qonaq Mən kimi. Bəli, mən ancaq ailə qurmağa, mən evin xanımı olmaq istəyirəm. Yəni zaksla. Cavan qız deyir ki, Ah. bir dənə qulaq asın da. Evdə də deyirlər ki, gəlsin, qalsın, bir ay, köpsə görək. Ay kişi, siz evlənirsiniz, ailə qurursunuz. Siz evlənirsiniz. Mən başa düşürəm. Pişik alırsınız bir yəni. Orada başqa problemlər çıxır. Tamam pişik al gətir. O deyin bilək də. Hətta onun geri sənədini düzəlt. Dəli xana ya alıblar nə var burada? Remember me till I grow old. Görün LG çəksə görə nə idi? Tutursan əlinə bu qızı alacaqsan sən. Mən bunu zərfatla dedim. Nəysə axşam hər dəfə baxıram ki, görüm nə var nə yox. Şərhləri oxuyuram, başımda tüklərim qalxır, düşür, qalxır, düşür, qalxır, düşür. Nə Allah. Bir kəlimsiz, bir təzə elə səhnəyə gələn bir qıza qarşı bu boyda aqressiya olarmı? Ulan, ay bala, bu oğlan bu dəqiqə bu qızı aldı. Səni yandıran, ay xala, ay sənə qurban olum. Səni yandıran dedi ki, la belə alar yaxşı eləyər. Nə olar? Neçə uşağın var sənin? Elkiz mənim 2 uşağım var, böyüklərimizdən iki üzr də uşağın istəyirəm. varmış. Əslində mən bu mövzulara qətiyyən toxunmaq Mən başa istəmirəm. düşdüm. Sadəcə bizim Mən mentalitet dahiyyəti var. öyrənmək Bizim istəyirdim. mentalitet Sən var. xəbər var, gecə mən səhərəcə yata bilməmişəm. Biz onsuz da, Üzüm gözüm şişibdir. Əsəbdən nervdən. Canım, Burada bir şey biri yazdı, mən ondan dalaşdım. Çox nağ. Elə də Azərbaycan millət belədir yəni. Ağzı olan danışır da yəni başa ağzı olan danışır. Bibim bizə gəlmiş. İçəri girəndə biz çörək yedik, hamımız bismillah elədik. Niyə də bir insan bibisindən niyə qorxsun da lan? 30 yaşdan sonra varlı birini taparam. Hayır, hayır. Kim olursa olsun. Hayır. Və bilirəm xəssiyyətini, xoşgədər xanım. Hayır dedim, hayır, gedirsə gedir. Hayır, çox sevirəm. Uşaqlar buraya aldı. Biraz qaqaşın gözü açıldı və prosta cezası. Dostum bu dəfə bizdə bitdi ayrılaq deyər və yazışmalarını tutaram. Dediyimiz adam gəlib, axşam mesaj yazdığın, ürəyimdəsən, qəlbimdəsən, aşkım, uşqum, puşqum, pişkim. Mən aşkım falan yazmamışam. Yazmayıb sənə? Yazıb bəli. Aşkım sözü yoxdur. Oha! Düz Oha bu nədir? Zibil. WhatsApp mesajına qədər qoyublar. Ekrana o zibil. Allah bu qədər pərt olmaz da yəni. Ürəyində varsan nə deməkdir? Ürəyində olan insan yanında olar. Oy, qəşəng. O mən demişəm ki, yəni ki, Sən də nətər deyəm, başa sən fırlanası yer yoxdur ha başa. Hər deyirsən sən səhvsən. Metro 20 qəpik olduğu zaman 20 qəpik idisə, yavaş-yavaş 30-40 qəpik eləyəcəklər. Belə geçsələr avtobuslarda. indi 50 qəpikdir. Bəli, 50 qəpik. Belə getsə yox, gedib, o belə gedib başa sən. Qohum toyuna geyinməyə paltar seçirəm. Qırmızı paltar, çox gödək idi paltar. Onu ancaq geyinəsən və səhnədə durub oxuyasan. Dünən geyindim, hamı dedi ki, çox gözəldir. Dedim, güzgün qabanda dedim ki, yaxşı bir oturacaq qoyun, indi oturum görüm, orada otursam nətər olacaq. Oturdum, gördüm, nətər olacaq, nədir? Heç şey yoxdur, qadınam. Heç nə olmayacaq. Nə başa düşdünüz indi bu videoda? Dostlarımı təqdim edirəm. Gözəl. Hamısı qəşəng, hamısı yaxşı.
Amma nə olsun ki, bəxt yoxdur. Oturun. Oturun müzakirə edək görə biz nə eləyək, necə eləyək? Qahara gelsən. Nopları alan yoxdur. Başa düşmədim tema nədir? Yəni bəxt deyəndə nə mənada bəxt deyirlər yəni. Dostumun sevgisi onu cüləmir. Buradan yaxından götürmüşəm, ancaq vaxtımızı görə. Sən layiqdir belə Vaxtımız məhduddur. Bu nə layiq məhdud idi ki, qəşəng qızın adına sadına layiq. Yəni bunu alırsansa bu yəni ki, Qızı qardaş dedilər, biz mən belə sənə bir söz deyir, deyim. dostluq İmkansız olsaydı, bax, indi bayaq maşın söhbəti oldu. Efirdə niyə belə şeylər danışılır? İmkandan zadından güldülər qardaş, gül al fakt. 20'li yaşlarında evlənən birinci. Yoluna ərə getməkdə görürsünüz ki siz. Hə bu ər olmasın, o birisi ər olsun. O birisi ər olmasın, bu birisi ər olsun. Ər olsun, ər olsun. Ər olsun, ər olsun. Mənim həyatda çıxış yolum ancaq ərdir. Niyə işləmək düşünmürsən? Niyə çalışmaq düşünmürsən? Qızım 19 yaşın, valla səhv deyirəmsə, götürün tüfəngi çaxın mənim başıma. Yəni bir dəfə 19 yaşında ərə getdin. Alınmadı taleyin. Nə olar, get bir icra hakimiyyətinə denən mənə bir dənə burada bir xadiməli iş verin. Düzləri bu arada bir sənətlərdə çoxu belədir. Yəni bu arada hamı aydınlanmıram, ancaq çoxu belədir. Yəni pis necədir? Həyat çətin gəlir məsələn. Məsələn işləmək çətin gəlir onlara. Tez evlənək, ərimiz bizə baxsın. Ərimizin başını ətin yeyək, istədiyimizi aldıraq, ona necə gəldi yaşayaq, ancaq ərimiz işləsin, bizə baxsın. Yəni bu beyindədirlər. Yəni bu beyində olmaq nə bilmir. Düzdür, bəlkə də həyatınız yaxşı olar, amma düzgün bir şey deyil abi. Həyatda sadəcə başqasının əlinin altında yaşamağa gəlibsənsə, yəni bir məqsədin yoxdursa, yəni bir həyatda yaşamağın mənası yoxdur. Yəni ged özü Evə gələn qonağı telefonumu götürmək istəyir. Uşaq qonağı. Ver mənə. Elkiz qorxdu. Məni özümdən çıxarma. Gülən. Əgiz. Mənim təzyiqim qalxmış. Sakit otur, şofördən alataysan, otur. Sakit ol. Otur bax. Mən də bir dəfə nə vaxt idi bilmirəm. Evə gəldim, deyəsən yüzüçə getmişdim. Evə gəldim, bir də gördüm kimsə var kompüterimin başında. Ay, bir sən nağaram o uşağı. Bir dəfə bacım uşağı naş demi düz burasından içə qırmışdı, hə. Ondan bu yana yəni uşaqlara yaxın qoymuram da mən elektronik şeyləri. Sevmədiyimiz insanlar danışanda dostumla bizim üz ifadəmiz. Amma mən beləyəm, sevgini diqqəti tələb eləyəm. Beziklər bununla bağlı belə. Kim oxuyurmuş orada? Nə temaymış ki, bunlar belə beziklər? O maraqlı gəldi şu anda mənə. Səni çox sevirəm. Səni üçün ölüyorum. Sənsiz yaşayamam. Sənsiz bir günüm də olmasın. Mənim yaxınım. Allah, bir insanın xarici görünüşünə görə yargılamaq istəmirəm, ancaq özümü tuta bilmirəm də sən öl. Yaxşı, sadəcə yargılayacağım tək şey budur. Niyə öz dillə danışmırsan da türkçə danışırsan? Gördün. Tanış olduq. Xoş gələn xanım. Xoş gələm xanım. Yəni mənim örnək verə Səsin səs efirə verə bilərsən eşidə. bu xanım mənim həmişə uzaqda bir dəstək olub mənim üçün. Amma Bu kişi sən niyə alsın Allah? Görürsən bu söhbətin axır hara varacaq? Bir yazıb görəsən apardığı verilişə görə xoş gələm xanım utanmır. Böyle şey utanır da prosta məcbur da başa düşürsən. Baxım sizin axım gələn ağzınıza yaxın ala şeirdir. Elcə Seyidcanım hansı değil mi? Mahnı deyirəm mən. Ruhu elə bax. Bəli. Ana davam elə. Yaxım sizin ağzınızı açım sizin başım soxum ağzınıza. Əsəb olursunuz. Şeir yazanda bir agresiya olub, onu hiss olunur, amma ağzınızda ölürəm. İçindəki ruhunuzu görürəm. Girim sizin ruhunuzda, ruhlar mən. Girim sizin ruhunuza. Abi bu ikinci, üçüncü dəfə qabama çıxır. Abi bu nədir də yəni nə? Bunu hansı ağlına yazırsan, plus da ki bunu efirə çıxartmağa utanmırsan mı? Abi girim sizin ağzınıza nədən? Abi nə danışırdan ha bu? Mən götürürəm. İnanmırsınızsa gedə o Türkiyəyə çantamın içini Türkiyəyə girim çantam için. heç nəyləri yoxdur. Sən Türkiyəyə getməyin bitdi qızım, artıq onu yuxuda görəcəksən. Tarih Türkiyə söhbəti qardaşım. Get mənim otağımda otur. Gel otur ağla mənim otağımda. Xoşqələm deyir ki, gel otur mənim otağımda ağla. Bundan sonra Türkiyə getdi söhbəti yoxdur. Fərhad deyil bu. Yazıb ki, sən nəyə oxşuyursan? Aşıq Mübariz, eşidirsən məni? Mənim oxşarlığım sizi və başqalarını narahat etməsin. Sizin sənətinizdə və özünüzə böyük hörmətim var. Yəqin etmək istədiyimi anladınız. Salam aleykum, Allah sizi qorusun. Televizor çıxıb görsən necə televizor çıxıb? Yəni neyniymiş orada? Çox maraqlı gəldi şu anda mənə. Bu baxmamışam, sadəcə çox yaxınlaşıb qoydular. Heç də görsən bir. Allah hara çıxıb, hansı kanaldır? Zəng elədi dedi ki, mənim oğlumu qaytar, mən oğlumu istəyirəm. O da qayıtdı dedi ki, yuxuda görərsən sən oğlumu. Belə sözlər dedi. O da hisslənmişdi. O da hissləndi, qayıtdı ki, mən sənin oğlumu qaytarmayacağam, nəmliyinəməyəcəm. Deyir, istəyirsən oğlumu deyir, verəcəm sənə deyir, oğlumu deyir. Sən əşya zatsan, qaytar. Mən də onu deyirəm, mən paltar yuyanam, yoxsa ütüyəm, nə bilim əşya zatam. Paltar yuyanam, mən klaviaturayım qardaş. Televizora baxa-baxa çay içmək istəyirdim.
Aylom dedim ha, Fəri bax səndən danışırıq. Yəni qadınlar yaxşı Xəyala bax bir dənə televizora baxa-baxa çay içmək istəyirəm. tərzi, danışıq tərzi yox. Qadınla rəftarını bəyənmədin. Bəli. Danışıq tərzi yaxşıdır. Televizora baxırdın, nə dedi sənə? Lom, Aylom səndən danışıram. Bura bax. Üzr istəyirəm buna güldüyümə görə, amma həqiqətən gülməliyim. Oy, axşamınız xeyir olsun. Haydi Azər axşam gəldi. Nəysə inşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Daha çox Azərbaycan televiziya əfsanələrinin videosu gəlmək istəyirsə bu başlığı başlıqla fərqli qoyacağam. Özümə məxsus bir dənə fərqli bir dənə başlıq qoyaram buna. Bu tipdə, yəni televizorda baş verən şeylərin videosunu mən Instagram burada gördüyünüz Instagram qisminə ata bilərsiniz. Gələcək videolarda ona baxa bilərik. Bu videoya 1000 like gəlsə bunun davamını çəkərəm. Dəqiq bilmirəm. Birinci dəfə yoxlayıram bu videonu tutmayacağım. Yəni sizin əlinizdə bu videonun davamının gəlməməsi. Yəni sizin like'larınız və sizin yorumlarınız əsasında. Gələcək videoda görüşmək üzrə. Sağ olun.